Ali məktəbə qəbul olunanlar arasında sabiq deputat Jalə Əhmədova da var. Bu barədə Jalə Əhmədova sosial şəbəkə hesabında paylaşım edib. Keçmiş deputat Bakı Dövlət Universitetinin psixologiya ixtisasına əlavə təhsil alacaq. Qeyd edək ki, Jalə Əhmədova ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini isə magistr dərəcəsi ilə bitirib. Daha sonra o, prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsini fərqlənməklə başa vurub. Xatırladaq ki, Jalə Əhmədova Milli Məclisin 6-cı çağırış deputatı olub. O, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri vəzifəsində çalışır. Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu. Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan məzun olan bacı-qardaş İnci və Həmid Mursaquliyevlər yüksək nəticə göstərərək tələbə adını qazanıblar. Bu barədə Abşeron Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Həm də sinif yoldaşı olan İnci və Həmid Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə qəbul olublar. İnci imtahanda 690,2 bal, Həmid isə 667 bal toplayıb.